Ölkədə və dünyada baş verən ən son hadisələrdən xəbərdar olmaq üçün videonu bəyənib, kanala abunə olub, bizə dəstək ola bilərsiniz. İndi isə keçək xəbərə. Artıq vətəndaşlar hərbi xidmətlə bağlı məlumat və bildirişləri MyGov platforması üzərindən onlayn əldə edə bilərlər. Səyyar TV Milli Aza istinadən xəbər verir ki, bu imkan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə layihəsi nəticəsində yaradılıb. Məlumata görə, MyGov üzərindən vətəndaşlar ilkin hərbi qeydiyyat, hərbi həkim komissiyasının qərarları, möhlət hüququ, çağırışdan azad olma, hərbi xidmət haqqında məlumatlar və digər bildirişlərlə tanış ola bilirlər. İstifadəçilər bu məlumatları MyGov web portalı və ya mobil tətbiq vasitəsilə şəxsi kabinetlərindən baxa, sənədləri PDF formatında yükləyə və ya rəqəmsal şəkildə paylaşa bilirlər. Qurumdan bildirilib ki, bu addım vətəndaş məmnunluğunun artırılmasına, proseslərin şəffaflığının təmininə və silahlı qüvvələrin sağlam çağırışçılarla komplektləşdirilməsinin səmərəliliyinə xidmət edir.